Ayıptır. Anladın mı? Hakkımızı istiyoruz. Hava qırğına düşdüm mən. Tökdü mü? Yandıracaq indi bu məni. Şalvar rajokla geyimsən Yıldırım. Ay canalan tanrı bizim. Hoppa. Çox gözəldir uşaqlar. Başqa bir şeydir. Qocası var, xəstəsi var, osu busu var. Bu adamlar necə qalxıb düşüblər bu pləkanları? Hər kəsə salamlar olsun. Salam aleyküm millət. Deməli, mən hal-hazırda Antalya'da, Alanya'dayım. Məqsəd bura gəlməyimdə aşirət ailəsindən birini çəkmək idi. Tapmağa çox çətin, axtardım. O, bu, gah dedilər girə bilməyəsən, gah dedilər problem olur. Bir söz deyiblər. Axır ki, son qərarım oldu ki, özüm gələcəm. Bir təhər tapacaq, bir təhər girəcəm, nələrsə çəkəcəm, çıxacam. Yıldırım mənim çox uzun müddətli dostumdur. Gəldim, bir gün onlarda qaldım. Mən aşirət ailəsinə çəkmək istirdim, onları görmək istirdim. Yıldırıma müraciət elədim. Yıldırım araşdırdıq, vuruşduq, tamam. Heç şey tapmamışıq. Öz başına gedirik indi hal-hazırda. Amma bununla paralel bir-ikisi ilə birbaşa əlaqə geçdiyim də oldu. Onlardan biri məsəl üçün Van ətrafı olan aşirət ailələrindəndir. Təsəvvür edin, məndən 1 milyon TL pul istədilər. Bu bizim pulla deməyək, dollarla. Niyə? 24.000 dollar pul eləyir. Nəysə, okey də ona təbii ki, okey vermədim. Dedim, yox da, istəmirəm. Varsa sən bizə ver. Hə, varsa sən bizə ver. İstəmədim. İndi öz başına gedirik. Gəldik, biz çatdıq Adanaya. Hal-hazırda Adana içərisindəyik. Bizə bir yer məsləhət bildilər. Yer haraydı Yılda? Bakırcılar çarşısı. Bakırcılar çarşısı. Bilmirəm necə bir yerdir. Gedirik indi orada Adana kebab yeməyə. Bir də Yılda bunların nələri var dedin? Şalgam. Şalgam bunlardan çıxır. Şalgamın kökü buradır. Şalgam rakı ilə içiləndir də, səhv eləmirəmsə. Rakı ilə, kebabla. Mən heç sevmirəm açıq onu, amma burada bir dadacam. Yerinə gəlmişkən yenə dadına baxacam. Bir də şırdan. Şırdanı da heç yeməmişəm. Adana kebab yemişəm də bunların heç birini yeməmişəm. Sağ ol. Bak, Sağ ol. Bir eləməyə bax yenə yapışım. Dostum teşekkür ederim. Vallahi sağ olsun. Vallahi abilik yapacak para yok. Ne kadar verdin? Bizim parayla ne kadar yapar? 2 manat. 2 manat verdim, bir də 2 də görüşəvi sil deyənə. Yarımcıq sildi. Mən istəsəm mənə verməyəsə 2 manatı. Hə. Verdi. Hadi bakın şuna. Hadi abunlar. Abi belə çərəz satır. Bunun üstüne nə var ki Yıldırım? Deməli deyir, un vururlar bunun üstünə, bir də duz vururlar, belə bir şey. Mən bizim Günəbaxanın, Semiçkanın formasıdır, üstünə duz vururlar, ağzına alıb qıranda sadəcə o dadı alırsın. Azərbaycan. Baba yapışır uşaqlar. Hamısı birbirine yapışıb bunun üstünə qoyub. Güzel. Yani bici nədir? Onu soruyorum, bici nasıl oluyor? Gösterebilir misiniz? Ben anladığım qədərilə bu elə pesoklu buzdu. Vallahi bu dad vurulmuş buzdu. Ha, bu dadı toçu bundan vururlar. Bir dənə şirədir vurublar üstünə, buzun üstünə və bu əmələ gəlir. İndi görək üstünə başqa nə vuracaq. O buz. Bu nişasta oluyor. Muhallebi şeklinde getiriyoruz. Bir də pudra şəkəri. Bu da şərbət. Təşəkkürlər. Bildiğin gülab dadı. Gülab bizdə nədir? Bizdə gülab yaslarda ələ tökülür. Mən bunu 2 dəfədir yəni dadı ilə yeyirəm. Vallahi kopya gülabın dadıdır. Sıcakta güzel gider bu. Sıcaqda güzel gider. Bu dişlərim dondu. Bir şey olmaz. Deməli Adana kebab yeməyə gəldi. Elə Adananın özündə belə bir şalğam demişik, belə bir formada gəlib içərisində baxın. Hə, acısı da var. Acısı niyə var mən başa düşmürəm. Hə, yəni mən rakı ilə bir dəfə şalğam içmişəm. Həyatım boyu şalğamın dadını bir dəfə rakı da bilmişəm, sevməmişəm açığı. Amma o acılıydı, acısız idi bilmirəm. Putulkaydı, putulkada bilmişdim. Hə, üzərində yazır. Bax mən ona baxmamışam. Közlənmiş pomidor gəlibdi. Bu manqal salatıdır sizdə. Kaşık salatı. Hə, incə-incə kaşık salatı. O da onun tayı. Hə, prosta soğanlısı. Bəzi Azərbaycanda türk restoranları var ki, onlarda bax belə yemək deyəndə məzələr gəlir sola, ikram olaraq, yəni hədiyyə olaraq, qonaq olaraq, nəsə belə bir şey. Amma gəlincə kadar da yeyib doyacaqsan axı. Doymaz, bununla doymaz. Salata. Adana kebabımız gəlib. Süfrəni sizə göstərdim. Göstərdim də çəkdim. Hə, salatları çəkdim. Dadmışdım, yenə daddım. Çox dadlıdır. Yəni Bakıda içdiyim şalğamdan qat-qat fərqlənir. İndi Yıldo, bir dənə acısını ver. Bunun yanına bir də acılı verirlər. Bundan nə qədər tökməliyəm? Bəs onda nə? Tökdüm. Yandıracaq indi bu məni. Yox lan, acısı falan yox. Aha, boğazıma çatanda hiss elədim, var. Amma yenə dadlıdır, gözəldir. Bunun lüləsi dağıldı. Bizdə Bakıda lülələr dağılmır, burada dağıldı. Amma yenə hara hərəsin. Yox, dadlıdır, adamın üstünə Allah bax. Türkiyənin əti dadlı deyil, bizim ətimizi çatandır, amma bu dadlıdır. Nə ilə, necə hazırlayıb bilmirəm, amma dadlıdır. Bunun... Sizin lüle yok şurada. Hə, bizim lülə söhbətidir də. Bizim lülə yox şu deyəndə belə pis çıxır. Amma...
şey deyirəm o. Çörəyi də belə yağazla sürtüblər. Görək. Millət, zaten mənim üzüm bu işıqsızlıqda görsənməyəcək deyənə çəkmirəm. Amma bilmirəm, siz bu mənzərəni hiss edirsiniz ya yox. Videodan anlaşılır ya yox. Çox hündür deyil və bütün şəhər ayağımın altı qorxuram da bir dəqiqə yıxılaram. Oradan o qala tərəfə bir dənə mənzərə var. Dəhşətizm. Burada da gəlib dirəndik yolda. Ona görə maşını burada saxladı Yıldırım. İndi çamadanlarımızı alıb birbaşa otelə gedirik. Arkadaşlar, Rumit Paşadır. Hər şeydə qonaq. İndi qonağın nə olduğunu falan sizə izah eləyəcəyəm. O heç öz yerində. Çox gözəldir uşaqlar. Başqa bir şeydir. Biz bu oteli tutmuşuq. Uşaqlar, otelə baxın. Dəhşət. Çox qəşəngdir. Geliyorum. Neyse dostlar. Odanın kifini də göstərirəm sizə. Yıldırım, buranı neçəyə tutduq? 2200'e tuttuğumuz burada şahtır. Daha bahalı oteller var. Hamamı, tuvaleti. Hər yerdə kif atıb. Çox kiçik bir oteldir. Çox kiçik. Çox ucuzdur. Buraları heç. Amma ərazi belədir. Çox qəşəngdir ərazi. Bu nədir? Bu nədir? Bunun nə olduğunu bilən var. Yıldırım. Ay Yıldırım. Ne yoxşu? Aa, orada da var. Yıldırım. Bu ne? Kabak. Kabak. Ben başka şey düşündüm. Deməli, dostlar, bunların dediği konak nədir? Yəni ki, biz qabağımıza çıxacaq konakla bağlı nəsə. Hə, çıxacaq yəni ki, amma yenə də buranın kiçik hali ilə sizə izah edeyim ki, konak nədir? Əsas seriallardan görmüşsünüz bunu. Sadəcə olaraq belə deyim də, bunu bir də var. Burada özündə olub göstərmək. Aslında mən də 90%'ini bilmirəm, indi öyrənirəm nə var. Çünki mən seriallara baxmıram şəxsən. Deməli, bax bura küçük həyəti olan bir yer və bir çox odaları olan, qardaş dedi ki, katları olan, küçük katı olan yerlər konak adlandırılır və orada da aşiret ailələri yaşayıb vaxtıkən. Uşaqlar, təsəvvür edin ki, bura real yaşam yeridir ya. İndi məsəl üçün turistik falan olur. Amma əsir yer olur. Yox, hala çıxdıq uca əsas cəddi. Bax, deyəsən əsas cəddi çıxdı. İşıqlandırma ilə restavrasiyanı çox qəşəng hala gətirmə. Otelə bax. Şalvar rajokla geyimsən, Yıldırım. Bax. Daha bax, daha. Vallahi. Biz nəsə böyükən çıxacaq. Vallahi mən bir niyyət eləsəydim, axırda mən duayın azadla nəsə xeyir savab qazanardım. Ay canım canım bizim. Hoppa. Kendimi çekiyorum, merak etmeyin. Qəşəng sabun iyi gəlir. Lavanta. Bu bıttım sabun nədir ki? Daban daşı. Afrikaya gelsən daban daşı. Paşa gelsən daban daşı. Burada daban daşı. Süngər. Bunu da böyle balaca satırlar. Bu uzun satın alaq da. Bu balaca. Nəyə lazımdır bu? Ölü deriyi nazikçe təmizlə. Doğum yaşlı güneş lekelerinde etkili. Siyah nokta ve yağ nələri bezelerini təmizlər. Topuk çatlıklar onarır. Cildi beyazlatır. Bunu bu kadar hafife almamalıyız. Biz bunu yerli cemaat çok hafif alır. Ama görürsünüz bunlar neler, bu neye qadirdir? Saç dökülmesini engeller. Aa, keçərlər. Məndən 5 metre olanlar gəlirsiniz bura. Bundan alırsınız. Mən bir tüy də etdirmişəm, bir xeyri yoxdur. Ama vaxtında mənə bura gətirib bunu aldıran olsaydı belə olmazdı. Arkadaşlar, siz bura gelip de güzel sabunlar bulabilirsiniz. Türklerin güzel sloganları olur. Bu sloganlardan biriyle de yine karşılaştım. Seni çağıracaktık, gelirsin diye çağırmadık. Her şey sloganlı. Satış varsa orada bir slogan var. Ve bu sloganı da ince düşünürler ha. İkram. Ne ikramı lan? Ayakkabım zırıldı ya, altı haberim var. O da bir sen niye zırıldı? Dünən səni topu ağacdan çıxartmaq üçün. Top, mən bununla həyatım boyu ayağım... Gel, alaram. Almırsan da, Yıldo da. Uşaqlar, siz mənzərəyə... Ay, Yıldo, sən çox yaxın deyərsən, boyumuzun fərqi siz olun. Xaşım uzaqda deyən. Deməli, millət, yerlilərin önərməsi ilə həm ucuz, həm dadlı, həm yaxşı deyilən bir yerə gəldi. Yəni, boşuna bahalı restorana gezmələ, qarnın doysun istəyirsənsə bura gəl dedilər və dedilər ki, lahmacunları, pidələri falan çox dadlı olur. Lahmacunların qiyməti burada 80 TL, pidənin qiyməti 300 TL. Dadlı, ponlu gəlib yeyə bilər. Heç bir problem yox. Yanımızda da burada pişirir, dayda verir sırada. Öz Yasəmin pidəyi, görürsünüz. Öz Yasəmin pidə bir dediyim kafe, ondan da üzbəyiz. Leylo Shop.
Mən indi araşdırmağa başladım ki, Mardin deməli çox tarix şəhərdir. Tarixi bu gördüyünüz daşlar, qala, divarlar hamısı tarixdən gələn şeydir. Okey, restavrasiya olunub falan qorunub, saxlanılıb. Amma yəni tarixdir də, hər daş tarixdir. Uzun sözün qısası. Adamlarda ərəb mədəniyyəti özünü göstərir. Romalıların, Səlcuqların devrinə qədər tarix var burada. Burada müsəlman, xristian, nə bilim Süryani babaq gördüyümüz bu icma, erməni icmaları ilə bir yerdə yaşayış olub və bu mədəniyyətlərin hamısı burada özünü göstərir. Uzaq ancaq yazılarda halva yeyildiyi halda burada halvalar çox tez yeyilir. Məlum bütün Türkiyədə belədir, tək burada belə deyil. İndi bu nədir? 22 helvası. Yeməmişəm. Fıstıklı helva var. Heç belə çox da yiyəsi deyil. Marojne. 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 Bir dənə yeyim dadına baxım. Marojne diye altında. Bir daha sok altında dur. Yox abi. Amma dadlıdır. Və bizim halvadan çox farklı dadı var. Çox dadlıdır. Sadəcə olaraq mən yəni diyeta falan anlamında yox, ümumiyyətlə şirniyyat sevən deyiləm. Ona görə şirin şeylərə belə marağım yoxdur. Bu bizim araba deyil. Hanımefendi, bu bizim araba değil. Ne diyorsun? Bunlar bizim değil. Hangisi senin? Aşağıda bizimki. Yok aşağıdan ben yok. Ha aşağı bura. Aşağıya araba var ya o. Tamam da orası sizin yerinizse çıkınca. Hangi adam burası gelmiş testisini? Bilmem, ben bilmem. Ben turistim, ben bilmem. Aklıma var. Gideceğim. Aklıma var. Bir tane beyaz araba oradaki araba oraya kadar bizim. Beyaz araba. Burasını mı söylüyorsunuz? Ha burası hepsi burası. Buraya kadar bizim. Oraya kadar. Bak Baba para ver. anladım. Vallahi bunlar bizim değil. Vallahi benim değil. Ben ne yapabilirim? Düzəməldə çəkəmədim. Səhər dava qırğına düşdüm mən. Hər şeydən narazıdır bunlar. Ablacığım ben seni anladım. Vallahi ben bir şey yapamam. Anladığım kadarıyla bunların vaxtıkən bura yeri olubdu, yurdu olubdu. İndi gəlib turistik bir şey eləyiblər və cəmaat da gəl maşınlarını burada saxlayır, adamları narahat edir. Sen ne çekiyorsun bir saattir burada? Ben kendimi çekiyorum abla. Kendini çekiyorsun. Evet. Bir saattir burada çekiyorsun. Sen gazeteci misin? Yok, turistim. Vlog çekiyorum. Hı. Azerbaycan'dan geldim, Bakü'den. Hı. Kendimi çekiyorum. Burası bizim yerimiz. Oraya kadar. Babam çalışmış fabrikada. Siz orada saklı- Burasını hayatını koymuş. Evet. Kredi getirmiş buraya. Hakkımızı istiyoruz. Anlıyorum ama ben turistim. Ben Anladın yapamıyorum. mı? Anladım. Orada Orada gelmişler annemin yanına. Kimse. Kim göndermişse. Yarın şimdi akşam biraz sonra kardeşimi arayacağım. Bak gitti o adam. Onlar mı yapmış sizi? Yok. Ayıptır. Anladım Hakkımızı istiyoruz. Burası bizim yerimiz. Babam Evet. koymuş. Şimdi gitmiş, vefat etmiş. Burada değildi. ben. Allah rahmet Ölmüş. eylesin. Öbür şeydedir. Allah rahmet İstanbul'da, eylesin. Eyüp'tedir. Allah rahmet eylesin abla. Benimle bir sorunuz, benimle bir probleminiz. Diyor ki ver 100 lira. Ama ondan geldi. Ha şimdi benim 100 liram yok. Ben Türk değilim. Ben Azeriyim. Arkadaşım gelince biz çıkınca veririz. Tamam, merak etme. Nere? Burada konukta mısın? Evet. Hangi konukta? Demir bundan sonraki adını bilmiyorum. Şu şey mi? Sultan mı konağı? Sultan'dan da sonrası bir tane var ya. Bak. Bu demir mi? Demir. Evet Demirhan. Evet Demirhan'dayız. Evet. Arkadaşım şimdi uyumuş. O Türk. Onunla geldim. Şimdi çıkınca biz sizi görürüz. Merak etmeyin. Merak et. Teşekkürler. Adamlar səhər artıq əsəbləri gəlib tarıma çəkilib. Məndən nə istəyirdilər? Başa düşmədim. Millətim də eləm ora hiss olunur videodan. Çox başa düşmürəm. Adamların kütləvi boyu balaca olub burada. Əgər məlumatı olan varsa bu barədə məlumat versin. Çünki bu aralıqlar çox balacadır. Normal keçiş üçün nəzərdə tutulmur. Bəzi yerlər çox hündürdür, bəzi yerlər çox kiçik. Yəni bunun kiçik olma səbəbini anlayamıyorum. Səhərdən indi açırlar belə başa düşürəm. Bunlar bax simiti də elə eləyiblər. Bütöv satmaqları bir yana, kiçik hissələr ayırırlar, belə də satırlar. Tak, gözəl insanlar, gəlmişəm səhər, burada saat neçədir deyəm, baxım 10-dur, amma mən hardasa 8-dən oyağam, biraz yüngül yürüyüş elədim, hər yer bağlıdır hələ ki. Yavaş-yavaş açılmağa başlayır daha doğrusu, belə desək daha düzgün olar. Gəldim bir kofemi aldım, oturmuşam Mardin məncəsində kofemi içirəm. Ki planlamam Mardinə bağlı deyildi, aşirətə bağlıydı, insanlara bağlıydı, amma okey. Artıq gəlmişik, bir də Mardin haqqında da sizə bəzi məlumatları vermək istəyirəm. Mardin Anadolu ilə Mesopotamiyanın kəsişməsində yerləşir. Yəni deyək ki, Türkiyənin cənub-şərqində, doğusunda yerləşir. Mardin sözün hardan gəlir? Bəzi mənbələr deyir ki, Suriya dilindən gəlib Mardə sözünün mənası qalalar mənası. Amma bəzi mənbələr deyir ki,
Asurlardan gəlib müharibətçilər diyarı adlanır. Bu şəhər özlüyündə bir çox dövrləri əhatə eləyibdir. Bax, Farsı görüb, Bizansı görüb, nə bilim Səlcuqları görüb, Osmanlını görüb, Əməviləri, Abbasiləri, Artuqluları görüb və şəhərin əsas canında Artuqların böyük rolu var. Məsəl üçün, elm mədəniyyət o dövrdə inkişaf edib. Bir çox tarixi abidələr o dövrdə inkişaf edib. Karvansaraydır, su kanallarıdır, məscidlərdir. Bunlar hamısı Artuqluların dövrünə təsadüf edir. Evlərin, bayaq dediyim kimi, damı ilə bir-birlərinə belədilər də. Sənin pəncərən baxır onun damına, pilləli formadadır. Məqsəd, müdafiə məqsəd daşıyıb birinci. İkinci məqsəd isə isti region sayıldığına görə sərinliyi təmin etmək üçün. Həmçinin bu sərinliyi təmin etmək bunların evlərin tikiliş memarlığında kireç daşı deyilən bir daş var. Bununla tikilib evlər. Kireç daşı bal qızılı rəng verir. Belə bir ton verir şəhərə. Çox gözəl görsənir. Gecə görüntüsü, gün batımı görüntüsü tamamilə fərqlidir. Yəni şəhərin gündüz görüntüsündən tamamilə fərqlidir. Yəni bunu qoyduq kənara. Bir də burada müxtəlifliyi nədən ibarətdir? Qapılar kiçikdir. Yəni evin qapısı, giriş qapısı çox kiçikdir. Amma tavan çox hündürdür. Pəncərələr də çox dardır, balacadır. Səbəb nədir? Günəş az daxil olsun. Günəş az daxil olması nəticəsində evdə sərinlik təmin olunur. Qapılarda isə müxtəlif dini yazılar var. Bunlar bəziləri müsəlmançılığa aiddir, bəziləri xristianlığa, bəziləri Süryaniyə. Bu yazılar yanbayan da görünə bilər. Çünki burada üç mədəniyyətin üçünü də bir halda görə bilirsən. Həmçinin Mardin UNESCO-nun dünya mirası sayılan namizəd şəhərlərindən biridir. Ümumiyyətlə ərəblərin bura mədəniyyət müdaxilələri çoxdur, hiss olunur şəhərin hava-havasından. Kürd icması, ermənilərin də burada rolu çox böyükdür. Erməni icmaları da burada çoxdur. Bir də Mardin özlərinin mədəniyyətlərini qoruyublar. Çox deməyək də biraz müasirləşiblər, amma məsələn qadınlar yenə də rəngarəng baş çarşılarının başlarına taxırlar. Kişilərdə də o Kürdlərə aid olan çarşılar var. Şalvarları, o geniş enli olmaları, onları da qoruyub saxlayıblar. Düzdür, çox görmürsən bunları. Mən gözümə dəyən 2-3 dənə oldu. Səbəb nədir? Turistlər üçün hazırlanıbdır. Yaşam da var. Yerli cəmaatın yaşamı mövcuddur. Amma düşündüyün qədər deyil. Gəlib mən bura gələndə mən maraqlanmadan gəlirəm. Gəlirəm həmişə yerində maraqlanıram ki, ab-havanı alım, ondan sonra onu oxuyanda mən o həzm eləyə bilim o ab-havanı. Kiçik evlər düşünürdüm. O Türk seriallarında, kinolarında gördüyümüz o kişilər, burmalar, başında yaylıq olanlar, şalvara, geniş olanlar, belə şey görmədim. Ki bir də Mardinlərdə aşirətin falan çox olması məsələləri çox danışılır, amma burada elə deyil. Var, aşirətlər mövcuddur. Hətta dünənləri mənə oteldə olan oğlan adını da dedi, buranın ən böyük aşirəti kimdir? Küçədə görənməzsən onlar. Amma yəni mövcuddur. Bir də seriallar burada çəkilmir, tamamilə başqa bir yerdə çəkilir dedilər və seriallardan yaranan lazımsız düşüncələr var ki, burada aşirət çoxdur, elə deyilmiş. Heç elə deyilmiş. Seriallar başqa şey isə ötürür, amma reallıq belə deyil. Bir də Yıldırım dünən bunu qəşəng fark etdi. Bir dənə məsələ var ki, fark etdi, fərqinə vardı. Qəşəng bir dənə söhbət var ki, deyir ki, arabalarda, maşınlarda, gəzənlərdə, yəni yeri cəmaatda söhbət yerdə görə bilmirsən ki, mən biri arvadı ilə gəzsin, biri nə bilim bacısı ilə gəzsin. Ancaq 4 kişi, 5 kişi, ancaq erkəklərdə. Kişi bildiyin kişilərlə fırlanırlar. Yəni bildiyin bir qadın xeylağı ilə fırlanma yoxdur da. Ancaq kişilər bir yerdədirlər. Qadınını evdə qoy, çölə çıx bir kişi ol günə mədəniyyəti burada daha qabarıq formadadır. Bu Suryani kilsəsidir. Suryani xristianlarının kilsəsidir. Girək bir içərisinə baxaq. Ha, dua ilə girsən sən. Dediyim kimi bütün mədəniyyətlərin və Suryanilərin burada bir qalıqlarının olması bu kilsələrdən və digər mədəniyyətlərdən hiss olunur. Eski Mardin 4000 yıllık şehirdir. Hisar olarak kullanıyorlardı Mardin'i. Ne olarak? Hisar ne? Hisar. O nedir? Kale, Hisar. Ha, kale müdafiə üçün. Evet. Evet, anladım, kala. Adı da bəncə Suriye'den gəlmə, Mardin kala demək. Evet. Ha, anladım. O tərəflər Suriyadır, Sisdən, yəni dumandan o tərəfə Suriyadır. Görünən hissələr Mesopotamiya, yəni hal-hazırki Türkiyə, köhnə Mesopotamiya və buradan da o tərəfə baxdığınızda köhnə Mardini görürsünüz.
Arda evler. Eski Mardin. Bizim dilimizde Azerbaycan dilinde eski köhne demek. Eski köne. Evet aynı anlama geliyor. Artık turist de tabii geldi. Çok iyi oldu. Kazanç Para var mı? Kazanç. Kazanç var. Artık turist derken kazançtır zaten. aynen, Evet. aynen. Güzel. Azerbaycanlıları Evet, Azerbaycan. getirin buraya, gezsinler, görsünler ve onlara buradan selamımı gönderiyorum. Abi, Herkese selamlar olsun. Buradan kiçik bir şey göstereceğim. Sadece evlerin size dəxilsiz qurulmasını anlatmaq üçün. Baxın, bu gəlib buradan arkanın ortasından bir dənə evin hissəsi tikilib, atılıb o yana. Buradan da o qapı üçün yol açılıbdı. Yəni bu da pilləkənlər yenə deyirəm sərtdir. Mənə bunlar da kənar indi ağlıma gəlir. Yaxşı hər şey qoyduq bir kənara. Qocası var, xəstəsi var, osu busu var. Bu adamlar necə qalxıb düşüblər bu pilləkənləri? Yəni okey də yaşlı adam evdə otursa da hər halda bunun harası çölə çıxmağa ehtiyacı var da. Buralara necə çıxıb bu adamlar? Ya çox möhkəm olublar, ya çox sağlam olublar. Bax bilmirəm bunları. Amma çox çətindir. Vallahi yorur adam buranın qalxıb düşmələr. Evin qədimliyi yenə ortalıqdadır. Amma dağılıb tökülüb, taxtadan da baxın daşların arasına taxta qoyublar da armatur əvəzi taxta ilə əvvəl eləyiblər deməli. Hər yerdə bu beləymiş. Dağılmış evləri. Bura bax. Ölmüş, gitmiş, dağılmış olsa da bu şeylərin hər birində bir yaşantılar olmuş. Burada yaşanmışlar olub. Hamısı bir tarix. Buraya Geçilmezdi. basamazsınız. Taşlı topraklıydı. Hepsi tertemiz olmuş bizim Mardin. Restore edilmiş çarşı. Ama esnaf kalmadı. Kimileri öldü, kimileri başka iş yaptı. Ha, Bu çarşıda 1500 kişi vardı. Dinleyicisi çoğu gitmiş. Evet. tamam. Sen ne kadar zamandır bu işle meşgulsun? Bu 60 yıldır ya. 60 yıl. 74 Ben yaşında. hayatımı adadım, bu işe adadım. Bakırcılık mesleğiyle. Bir aşağı indiğiniz zaman aşağıda bakırcıların yoğunlukta olduğu bir sokak. O sokakta gördüğü karşılıklı tüm dükkanlar hemen hemen hepsi bakırcılar. Biraz ilerisine gittiğiniz zaman marangozcuları görüyorsunuz. Biraz daha gittiğiniz... Özür dilerim. Bakırcılar bizim dilimizde ne olur? Misal galipçiler. Aha tamam anladım. Biraz daha giderseniz Saraçlar sokağını görürsünüz. Birazdan sizi göstereyim. Saraç'ta bu at eşek üstüne yapılan şey var. Aa evet. Onu yapan kişilere Aha, söylüyor. tamam. O sokağı görürsünüz. Yani bütün sokaklar aslında iş kollarına göre parça parça bölmelenmiş. bölün. Ama halen bu işleri yapan kişiler az da olsa var. Sadece marangozlar tarafından değil, herkes tarafından kullanılan bir kıraathane. Ve çok büyük bir tarihi değeri de var. Marangozlar derken ancak Ahşap işiyle uğraşıyor. doğrusu ne var? Ne? Bunlar marangoz. Ahşap. Ahşap nedir? Tahta. Tahtı şey ancak onlar otururlar çayxanada. Önceden öyleydi. Ha tamam. Yani mesela burada hepsi Saraççılar. Ama bugün dediğim gibi işte Sanatı. turizmle birlikte Köfteci. bir sürü işletme buraya gelmiş durumda. Sokaklarda bizim Mardin'de şey vardır. Çıkmaz sokak yoktur diye bir tabir vardır. Tüm sokaklar birbirleriyle bağlantılıdır. Eski Mardin dediğimiz lokasyonda. Bir de eski Mardin'deki sokak genişlikleri bir tabut etrafına sağ ve soluna 2 tane insanın sığabileceği genişlikte planlanarak kurgulanmıştır sokaklar. Yani. Ya merdiven çıkıyorsunuz ya merdiven iniyorsunuz. Başka çözümü yok yani. Eskiden sadece buraya ağırlıklı olarak yabancı turist gelirdi. Nokta atışı turist, daha nitelikli turist gelirdi. Ama o ne demek? nitelik yani adam araştırmış. Yurt dışında Aa, adam araştırmış. anladım. Mardin'in tarihine hakim. Direkt burayı görmek sadece Mardin'e gelmek için ya da Mardin, Diyarbakır, işte Urfa'yı görmek için. Bu nasıl bir kitle, buraya gelip neyi gezeceğini bilebilen kitle, nitelikli kitle. Dizilerle birlikte yerli turistlerin aşırı bir şekilde talep ettiği bir şehir şu an. Diziler tamamen aslında birazcık daha insanları televizyona bağlamak için yapılan kurgular yani. Anladım. Ne yazık ki birazcık bizim yerli halk olarak biraz bu tarz şeylerden de şikayetçiyiz. Çünkü böyle değil. Bunlar eskide kalan şeyler. Aşiret kavramı Mardin'de uzun zamandır yok. Ama aşiret nerede var? Bizim hemen komşumuz Urfa'da var. Halen belli başlı büyük aşiretler vardır. Ama Mardin'de ne var? Büyük aileler var. Gidin Süryani bir kuyumcuya. Adam hem Süryanice biliyor, hem Arapça biliyor, evet. hem Kürtçe biliyor, hem Türkçe biliyor. Gelen adam kafadan 4 dil biliyor. Lole. Adam aslen Ermeni. O ve onun kendi altında yetiştirdikleri usta başlarıyla birlikte eski Mardin'in çoğu bu gördüğünüz taş yapılarının mimarisi kendine aittir. Gittikten sonra savaşla kazanıyor. Kazandıktan sonra her yeri yakıp yıkıyor, devam ediyor. Yani birçok yeri de Timur zamanında mesela şehrin yıkıldığı, sonra tekrardan inşa süresinin başladığı söylenir.
Osmanlı son dönemlerinde Almanlar geliyorlar. Almanlar geldiği zaman buraya araçla çıkamıyorlar. Çünkü burası araçlara göre değil. İnsanlar ya yaya çıkmışlar ya eşek, katır, atla. Halen bile buralarda sigortalı eşekler vardır. Yani insanların sigortası yok. Eşeklerin sigortası var. Belediye tarafından sigortalı eşekler vardır. Tabii bunun bir hikayesi de vardır tabii. Eşekler çünkü burada halen çöp toplamaya, sokaklardaki birçok şeyin giderilmesine halen katırlar ve eşekler kullanılır. Mesela o sokak 1. cadde Almanlar ne yapıyor? Şimdi bizim 1. caddede tam merkezi yerde meydanın hemen sağ tarafında Alman karargahı dediğimiz kendilerine bir karargah inşa ediyorlar. Tarihi yine Mardin taşından, kalker taşından. Onun önüne de araçlarla gidilebileceği bugün 1. cadde dediğimiz o caddeyi yapıyorlar. Bu bahsettiğimiz dek kültürü Müslümanlıktan öncesine dayanıyor. Yani daha Hazreti Muhammed'den öncesine dayanıyor. Çok eskiye dayanıyor. Zaten oradaki sembol kendilerince bir semboller vardı. Mesela güneş sembolü vardır. Görseniz direkt anlarsınız. Yarın bir ay vardır. Çizgiler vardır. O güneş ışıklarını tasvir eder. Orada bir ağaç sembolü vardır. İşte kendilerine, yüzlerine, çene bölgesi yoğunluklu, alın, bilek ve kadınlar göğüs bölgelerine, memelerine yaparlarmış. Kendilerini İnançlarına. kötü ruhlardan karşı zamanında artık nasıl yorumlamışlarsa. Sonra nasıl... Yani bunun güzelliği anlamı yok. Tabii yani. Güzellik için yapılmamış. Yok, güzellik için yapılmamış. Bunun bir ben güzel görüneyim tarzı bir derdi de yok. Tamamen iyi geldiklerine inandıkları, kendilerine ait bir anne sütünden, külden karıştırılarak, iğneyle ısıtılarak, ucu ısıtılarak yapılan bir işlem. Bunu daha çok Urfa bölgesinde görebilirsiniz. Yani Urfa, Harran bölgesinde çok daha fazla Bir de görürsünüz. anne sütü derken annelerden süt mü alınırdı bu işi yapmak için? Evet. Her dönemin kendi bir getirisi vardı. İnsanlar eskiden çok çocuk yaparlardı. Çünkü niye? Burada bir toprağı var. O toprağın işlenmesi lazım. Çocuğu aynı zamanda oranı işleyen kişisi o, yani işçisi oluyordu babasının, annesinin. Aynı zamanda bir güç. Sen Ne kadar çoksa o kadar 10 tane güçlüsün, erkek evet. çocuğu olan bir adama bulaşmak istemezsin. Çünkü niye? Senin 3 tane erkek çocuğun vardır. Burada o yüzden erkek çocuk ve çok çocuk çok kıymetlidir. Eskilerde bahsediyorum. Bu yakın zamana kadar da öyledir. Ama artık günümüzde burada da o denklemler değişmiştir. O yüzden hani o süt bulmak kolay. Yani anne Burada süt. dek yapılan yer var mı şimdi? Mardin'de aktif yapan var mı bilmiyorum ama Urfa'da var diye biliyorum. Ve bizim birçok yaşlıların dediğim gibi göğüslerinde bile, memelerinde bile kadınların varmış. Erkeklerin alın, çene, bileklerde. Dediğim gibi bölgelerde genel olarak buralar. Qardaş bizə bəzi məlumatları verdi yetərincə. Biz artıq buradan çıxmağı fikirləşirik. Səbəb nədir? Çünki yolda başqa bir şeylər də görək. Eyni şeyləri sizə çatdırmayım. Ruhunu gördümsə mənə kifayət eləyir və başqa yerlərə gedib görmək istəyirəm. Orada da yer gəlmişkən həm tarixi, həm də ruhsal şeylər görəcəyik. Amma sizin bura gəlib də görə biləcəyiniz yerləri bir notuna aldım, qardaşdan aldım. Təbii ki, bir də üzərinə araşdırmam var idi. 6-sını özüm tapmışam, 2-sini də əlavə elədi ki, bunları da mütləq tavsiyə eləcəm cəmaata. Yəqin ki, burada şəkillərini qoyacağım bir qırağına. Zinciriyə medresesi, Kasimiyə medresesinə baxırsınız. Deyrul Zafaran monastırı, Mardin Ulu Cami, Midyat, Savur. Bunlar turistlərin gəlib ziyarət elədiyi əsas yerlərdir. Amma qardaş dedi Mor Gabriel monastırında mütləq söylə. Bir də ki Tur Abidin bölgəsi. Tur Abidin bölgəsində unutdum kimlərinsə yaşadığını dedi. Onların işgəncə ilə buradan qovulduqları məsələsi var. Ona görə ora tərk edilmiş bir kənd sayılır. Oranın da tam bura aid deyil, Mardinə aid deyil amma yaxınındadır və eyni mədəniyyətlərində hökm sürür orada. Heç nə, bu qədər görüşərik. Mən davamını çəkəcəm, xəbər eləyəcəm sizə nə var, nə yox buralarda.